Hər kəsə salam dostlar. Gəlmişik Famagustaya, türkçə adı ilə Qazi Mausaya. Qazi Mausada da bir çox görməli yerlər var. Çalışacaq video ərzində bütün görməli yerləri, hamısını, ən əsas da dənizi çəkib paylaşaq sizlərlə. Onu da deyim ki, burada da hava təbii ki çox istidir. Günəş adamın gözünü də yandırır, başını da yandırır. Belə. Başlayaq. Qazi Mausada ilk dayandığımız nöqtə Lala Paşa Mustafa camisi oldu. Bu cami həqiqətən görənlərin hamısının heyrətə salan bir camidir, öz möhtəşəmliyi ilə. 1328-ci ildə katedral olaraq fəaliyyətə başlayıb. Daha sonra 1571-ci ildə Osmanlı tərəfindən, yəni burada yaşayan insanların belə deyim də, yəni tələbatını ödəmək üçün camiyə çevrilib və ümumiyyətlə Kıbrısda yerləşən ikinci ən böyük camidir. Həqiqətən görüntüsü möhtəşəmdir. O bir neçə videolarda mən görmüşdüm. Gələnlər hamısı bu camini görəndə heyrətlə baxırdılar. Doğrudan da elədir. Gəlin gedək, içərisinə də baxaq. Düşünürəm ki, içərisi də eyni çölü qədər çox maraqlı və heyrətamizdir. Uşaqlar, şəhərdən sadəcə qədim tarix iyisi gəlir. Yəni, şəhər çox tarixidir. Burada Lala Paşa məscidini əvvəl bayaq danışdım sizlərə. Mərkəzdə, arxada daha başqa tarixi qalalar var və tam önümüzdə 16-cı əsrdən qalma qala daha hesab olunur ki, Venediklər tərəfindən tikilibdir 16-cı əsrdə və müəyyən bir hissəsi ayaq üstə qalıbdır. Uşaqlar, nəhayət Famagustanın ən turistik yerinə gəldik. Arxamda gördüyünüz bu məşhur Toyota yazısını yəqin ki, çoxlarınız görmüsünüz. Tərk edilmiş şəhər. Yəni 74-dən bəri şəhər tərk edilib və onu turistik kimi saxlayıblar. Ətrafa baxsaz, yəni hər yer, bütün binalar, böyük bir şəhər o vaxtdan bəri tərk edilib, turistik bir yer olubdur. Sonra indi Şimali Kipr yaranandan sonra bura tərk edilib və bu vəziyyətdə də saxlayıblar, turistik bir yerə çeviriblər. Ərazisi çox böyükdür. İndi içəridə nələr var, yavaş-yavaş hamısını sizə göstərəcəm. Uşaqlar, bura çalışın gəlsəz tərk edilmiş şəhərə. Mütləq velosiped götürün. Çünki velosipedsiz buranı gəzmək çox çətindir. Çünki ərazi həddən artıq böyükdür və hamısını gəzib çatdıra bilməyəcəksiniz, ya yorulacaqsınız. Velosiped alsaz, çox rahat bir şəkildə həm vaxtdan ekonomiya eləyərsiniz, həm də sürətli bir şəkildə bütün hər yeri gəzərsiniz. Bəyan da indi öz aləmində sürür güyə. 2-3 həftədir öyrənib velosiped sürməyi. Ümumiyyətlə, yan ərazilərə keçmək qətiyyən olmaz, icazə vermir. Hər tərəfi belə bağlayırlar və yaxud da belə kəndiri icazə vermir. Sadəcə icazə verilən yollarla hərəkət edib qıraqdakı bütün şəhərə bu şəkildə baxa bilərsiniz. Sonra burada Kleopatra bazar var. Bilmirəm nə deməkdir. Kleopatranın bazarı olub yoxsa yox. Doğrudan
çox maraqlı bir faktdır ki, yəni buranı hələ də necə belə qoruyub saxlayıblar. Hər şey sanki yerli-yerində dayanır, sadəcə yəni insanlar yoxdur, insanlar yaşamır. Bu da qarşısında gördüyünüz hal-hazırda bu bina teatr binası olub o vaxtı. Yəni möhtəşəmdir sadəcə. Burada kafe olubdu. Kafe Edelweiss. İnşallah düzgün oxudum, biabır olmadım. Maraqlı bir kafe. Burada təbii ki tərk edilib. Burada belə oteldir, yoxsa bir türlər demiş apartmandır. Tapdıq. Linehouse Famagusta. Burada mərtəbələrində nələr var? Məsələn, first floorda Families Clinic, Library, ya hansı mərtəbənin nələr yerləşdiyini göstərir. Baxın, bayaq tam olaraq demək istədiyim bu idi. Görürsüz, hamısı dənizin kənarında tikilmiş, necə möhtəşəm otellərdir. Yəni təbii ki, dönəminə görə. Burada ümumiyyətlə dünyaca məşhur insanlar çox gəlib tətil edirlərmiş, qonaqlayırlarmış, yəni deyilənə görə. Arxada Center Hotel Apartment deyə bir otel də var. Adını tam görə bilmirəm. Burada da suvenir satırlarmış yəqin. Cyprus Ceramics gives souvenirs. Yəni hədiyyəli əşyaları buradan almaq olur. Tam yaxına keçə bilmirəm, buradan o yana icazə vermirlər. İçərini göstərməyə çalışıram. Nətər var, elə də qoyublar. Burada kimisə villası olub yəqin. Ev itiribdir. Daha bir suvenirci tapdım. Tam arxanda suvenir shop. Yəqin ki, burada da suvenirlər satıblar o vaxt. Baxın, burada da Lordos Atenusa Hotel Apartments. Uzaqdan göstərmişsə belə bir apartman olub, o vaxtdan qalıbdır. Dostlar, bura həqiqətən olduqca çox böyükdür. Bayaqdan yəni nə qədər gəlmişik, amma hələ də görmədiyimiz ikinci bucağı nə qədər desəniz var. İndi gəldik, əsasən otelin qarşısından keçirdik və araşdırmalarımıza əsasən məlum oldu ki, bu otel dönəminin ən məşhur otellərindən biriymiş. Yəqin ki, beşurtusu falan demiş, bilmirəm. Astorias Velosipedim belədir, baxın. Xüsusi açar da veriblər, qıfıl. Bağlamaq istəsək, bağlayırıq. Yaxşı velosipeddir, sürətlidir. Ayağındakı da yaxşıdır. Ayanla tərk edilmiş şəhərdə ayrılmadan ikimizi kadra salamır. Maşın da arxadan gəlir. Uşaqlar, Famagustanın görməli yerini tamamladıq demək olar ki, tərk edilmiş şəhərdə. Bura 19:30-a kimi işləyir. Çox hava qaranlığında buraxmırlar içəri. Ona görə çalışın səhər saat 8-dən 19:30-a kimi gəzməyi burada tamamlayın. Yəni velosipedlə təxminən saat yarım 2 saata tam şəkildə gəzə bilərsiniz. Və beləcə uşaqlar, Famagusta səyahətimiz sona çatdı. Balaca bir şəhərdir, amma çox qədimi və maraqlı şəhərdir. Famagustada çalışdım, bütün gəzməli, görməli yerləri hamısını sizin üçün paylaşım və ən əsası da kayıb şəhərdən
sizə maraqlı videolar çəkim. İnşallah ki, yeni videolarda görüşənədək takib atmağı unutmayın.